Belə bir məhsulumuz var. Bunlar şnur keçirmək üçün kabellərdir. Bunların paçkasında 3 ədəd olur. Xatırladım ki, bizdə sadəcə olaraq ağ rəngi mövcuddur. Videoda gördüyünüz kimi hər hansısa biri arxası yapışdırırsınız. Bağlanan hissəsi isə maqnitdir. Şnurları və yaxud başqa bir şeyləri arasında rahatlıqla keçirə bilərsiniz. 3 ədədlik paçkasının qiyməti isə 1 manatdır sadəcə olaraq. Sonra bu stul ayağı üçün keçərli silikon ayaqlıqlar gəlib. Bunların da paçkasında 4 ədəd olur. Qiyməti isə 1 manatdır. Bu da istifadəyə yararlı məhsuldur. Bir də sürücülərin sevə biləcəyi məhsul, ən çox soruşulan məhsullardan biri bu yumşaq başlıqlı fırçalarıdır. Çox yumşaq başlığı var, əl keçməz yerlərdə istifadəyə yararlıdır. Qiyməti 1 manatdır. Bu kərə bıçaqlarından gətirmişik yenidən. Xatırladım ki, bizdə sadəcə olaraq bunun uç hissəsi sivri olan, yəni ucu elə yumru olmayandır. Bunun da qiyməti 1 manatdır. Bu da istifadəyə yararlı məhsuldur. Həm də çox itidir qeyd edeyim ki. Xanımların ən çox istifadə elədiyi məhsullardan biri də bu yığılıb açılan daraqlardır. Yəni özünü təmizləyən daraqlar. İstifadə edirsiniz, qurtardıqdan sonra arasında qalan tükləri bu cür asanlıqla təmizləmək mümkündür. Bunun da qiyməti sadəcə olaraq 1 manatdır mağazamızda. Bir də bu torbaları yığmaq üçün bu paketlərdən var. Bunların da qiyməti 1 manatdır. İçərisinə salafan torba istədiyiniz kimi yığırsınız. Alt hissəsindən çəkib rahatlıqla istifadə edə bilərsiniz. Bunun da qiyməti 1 manatdır mağazamda.